Salam, Əhməd Cavadın Azərbaycan bayrağına şeirinə baxaq. Şeir balaca bir şeirdir, lakin özündə dərin məna əks etdirir. 10 aprel 1919-cu ildə şair bu şeiri Bakı şəhərində parlament binasının üzərində dalğalanmış üçrəngli bayraqdan mütəəssir olaraq yazmışdır. Ümumiyyətlə şeir heca vəznindədir. Baxırıq ki, bu deməli forma etibarilə qoşmaya bənzəyir. Forma xüsusiyyətləri baxımından, lakin qoşma deyil. Amma məsələn bölgüsü ilə qoşma şəklində də 6 üstə 5-dir. Məsələn Türkistan yerləri 6 öpüb alnını 5. Elə bu şəkildə də davam eləyir. 6 üstə 5-dir. Sözdə rədifdən də istifadə olunub. Bayrağın sözü burada rədifdir. Gördüyümüz kimi birinci bənddə 2 yerdə, digər bəndlərdə isə sonda rədif şəklində verilibdir. Və bayrağım eyni zamanda müraciətdir. Deməli, müraciət şəklindədir bayrağım da orada. Demək olar ki, hər bəndində inversiya var. Gəlin buna baxaq. Məsələn, deyək Türkistan yerləri öpüb alnı, söyləyir dərdin sana barim. Bax, söyləyir. Burada məsələn deyək ki, inversiya var. Gedərkən Turana çıxdın qarşıma. Burada da inversiya var. Qayıxan sayından aldığın rəngi, qucamış İlxanla Müsəlman bəyi, qucamış deyir İlxanla Müsəlman bəyi. Burada da inversiya var və yaxud da gətirdin könlümə səfa bayrağım. Köksümdə tufanlar gəldim irəli. Deməli, hər bəndində inversiyadan istifadə olunubdur. Şeir ümumiyyətlə üç rəngli bayrağımızın tərənnümünə həsr edilmişdir. Burada digər məsələn dövlət rəmzlərinin haqqında danışılmayıbdır. Sadəcə olaraq bayrağımızdan danışılıbdır. Deməli, şeirdə məsələn türk xalqlarının birliyi arzusu var, vətənpərvər ruh hakimdir. Elə bunu şeirin hər misrasında, sanki hər bəndində, hər misrasında görmək olur. Şeirdə şairin türkçülük ideyaları da əks olunubdur. Məsələn, burada Turan adı çəkilibdir. Buradan da görmək olur türkçülük ideyalarını. Şeirdə vətənini sevən sənətkarın, yəni Əhməd Cavanın sanki bir ürək çırpıntılarını biz hiss eləyirik. Şeiri oxuyanda şeirdə necə bir iftihar hissi olduğunu görürük. Elə buna aidləyə bilərik ürək çırpıntılarını. Müəllif ümumiyyətlə bayrağı müqəddəs və ucalını oxuya dərindən çatdırmaq istəyir. Elə bayrağı məsələn müqəddəsliyini harda görürük? Bu deyir ki, öpüm kölgən yer. Əhməd Cavad deyir ki, öpüm kölgən düşən mübarək yeri. Hətta yəni bayrağın kölgəsinin düşdüyü yeri belə mübarək yer adlandırır. Və eyni zamanda şair sanki bayrağa olan sevgini, vətənə məhəbbətin simvolu kimi mənalandırmışdır. Və şeir özünün ümumiyyətlə bədii təsir gücü və səmimiyyəti ilə seçilir. Baxırıq ki, deməli, şeiri oxuyanda sanki insanın qəlbində bir ruh yüksəkliyi yaranır və bu da onun bədii təsir gücündən irəli gəlir. Daha sonra türklərin soy kökü, düşüncə tərzi tərənnüm olmuşdu və burada eyni zamanda türklərin soyu, yəni Qayıxan soyu, məsələn, türk soyu olubdur, onun adı çəkilibdir. Sonra ümumiyyətlə şeirdə nədən bəhs olunur? Şeirdə Türkistandan, Turandan, bayrağımızdan, türk soylarından, türk ellərinin birliyindən bəhs olunmuşdur. Daha sonra sanki şeirdə şair bayrağın simvolikasını izah etməyə çalışmışdı və elə bunu izah etmişdi. Yəni bayrağın simvolunu izah etmişdi. Sonra baxaq görək başqa nə qaldı burada. Və ümumiyyətlə bayraq türk xalqlarının fəxri kimi dəyərləndirilmişdi. Ümumiyyətlə burada lirik qəhrəman özü mübariz və vətənpərvər obraz kimi nəzərə çatdırılır. Və bayrağın üzərində olan əlamətlərdən danışılır. Eyni zamanda bilirik ki, orada ayla ulduzdan da danışılmışdı. İndi gəlin şeirə baxaq. Deyir Türkistan yerləri öpüb alnını. Türkistan deyəndə bilirik ki, burada türk dövlətləri nəzərdə tutulur. Sanki deyir Türkistan yerləri, yəni küləkləri deyir alnını öpübdür. Bir növ elə bil ki, Azərbaycan bayrağı Türkistan ellərində gəzibdir və onlar da Azərbaycan bayrağını öpübdür. Söylər deyir dərdini sana baram. Təbii ki, burada məcazilik var. Türkistan yerlərinin elə alnını öpbəyində burada bir metafor var. Söylər deyir dərdini sana bayrağım. Sanki deyir Türkistan yerləri öz dərdini sənə söylüyor. Bu yel məsələn Qasım bəy Zakirin Badisəba dərd dilimi, orada da məsələn yel xəbər aparıb xəbər gətirirdi. Sonra üç rəngli əksini Quzğun dənizdən. Quzğun bilirik ki, Xəzər dənizinin qədim adı olubdur. Üç rəngli əksini deyir Quzğun dənizdən, Xəzər dənizindən Ərmağan, yəni sənin deyir üç rəngli əksini Xəzər dənizindən Ərmağan yollasın yara.
bayrağım. Yəni hədiyyə kimi yollasın. Gedərkən deyir Turana çıxdın qarşıma. Turan da bir bilirik ki, Turançılıq, yəni bu da türklüyə təbii ki, işarədir. Burada Turan ümumiyyətlə türklərin qədim dövləti olubdur. Kölgən deyir dövlət quşudur. Mənim başıma qonubdur. Yəni kölgəni nə adlandırır? Dövlət quşuna bənzədir. Burada təşbeh var. Başıma qondu, deyir, qondu başıma. İzin ver, deyir, gözümdən coşan yaşına, dinlətsin dərdini. Aha bayrağım. Burada deməli deyir, izin ver gözümdən coşan yaşıma ki, gözümdən axan yaşıma deyir, izin ver ki, öz dərdini deyir. Aha, yəni həsrətə, ayrılığa danışsın, həsrətə, ayrılığa danışsın. Burada bir növ elə bil ki, lirik qəhrəmanın dövlətə qarşılığı narahatlığı da nəzərə çarpır. Qayıxan soyundan aldığın rəngi, Qayıxan soyu ümumiyyətlə türk soyu olubdur və bu Qayıxan soyundan aldığın rəng deyəndə mavi rəng nəzərdə tutulur. Qucamış deyil Elxanla Müsəlman bəyi. Elxan bilirik ki, deməli türk dövləti olub, Elxanilər dövləti və bu da Elxan da onun hökmdarı olubdur. Sanki qədimliklə müasirlik bir arada burada nəzərə çatır və Elxan deyir övladı, Elxanın övladı da dinin dirəyidir və burada sanki deməli Elxanın deyir övladı dinin dirəyidir. Sanki deyir dini dəyərlərimizdə də bayrağımızın rolu olmuşdur və həm də burada Elxanın övladı dinin dirəyi. Sanki fikir versiniz qədimliklə müasirlik bir arada verilibdir burada. Qucamış deyir Elxanla Müsəlman bəyi. Elxan da deyir övladı, bugünkü nəsil dinin dirəyidir. Gətirdin deyir könlümə səfa bayrağım. Bayrağıma burada bayrağa nə deyir? Deyir sən könlümə səfa gətirmisən. Köksümdə deyir tufanlar gəldim irəli. Köksümdə tufan nədir? Sevinç, həyəcan, irəli gəldim deyir. Nəyə görə gəlmişəm? Öpüm kölgən düşən mübarək yeri. Burada kölgə məsələsində iki yerdə toxunulur. Birində kölgəsin dövlət quşuna bənzədirdi. Digərində isə deyir öpüm kölgən düşən mübarək yeri. Yəni oranı sanki bir müqəddəs yer adlandırır, mübarək yer adlandırır. Allahın yıldızı deyir o gözəl pəri. Deməli, burada Allahın yıldızı o gözəl pəri sığınmış qoynunda aya bayrağım. Burada bayraqdakı ulduzu aya sığınmış şəkildə müəllif təsvir edibdir. Daha sonra burada bir də Allahın ulduzu o gözəl pəri deyərkən Allahın yıldızı o gözəl pəri deyərkən burada yıldız nədir bilirik ki, qırmızı rəngin üzərində olan 8 güşəli təbii ki, ulduza işarə edirdi. Sonra başqa nəsə qaldı görək. Ümumiyyətlə şeirdə dedik ki, Azərbaycan bayrağının simvolikası izah edilmişdir. Sonra başqa görək nəsə qaldımı? Bayrağım dedik ki, hər bənddə rədif kimi istifadə olunubdur. Çünki ondan əvvəlki baxsaq ki, sözlər qafiyələnir.